Salam aleykum əziz dostlar. Mənim yanımda Azərbaycan boksunun canlı əfsanəsi Əli İsmayılovdur. Yeganə dünya kəməri vuruşan adam. Bir dənə sual vermək istəyirəm. Buenos Aires, WBO əsas kəməri Buenos Aires, Argentina 2009-cu ildə. Və orada da 2-1 vermişlər rəqibə. Baxmayaraq ki, yəni Əli müəllim o döyüşü demək olar ki, aparmışdı. Bir dənə sualım var Əli müəllim. Bu bizim şərhlərdə çoxlu bir məsələlər var. Əsas Tyson mövzusudur. Sizin fikrinizdə hər kəs yazır ki, Tyson tarixən ən yaxşısıdır. Nə bilim, sözlərimə belə deyə də isbat edirlər ki, bəs yox, sən düz danışmırsan, boksdan başın çıxmır. Tyson ən yaxşısıdır. Siz nə deyə bilərsiniz bu mövzuda? Sözsüz əlbəttə Tyson yaxşı idi. O da bir əfsanədir, möcüzədir. Xüsusilə Məhəmməd Əli Tysonu çox istəyirdi. Məhəmməd Əlinin qısasını Larry Holmes'dan Tyson aldı. Amma sözsüz Tyson'dan da yuxarı səviyyədə texniki, fiziki cəhətdən Evander Holyfield, Lennox Lewis elə döyüşçülər də vardı. Onlar da keçmiş həvəskar boksdan olimpiya çempionları idi. Ondan sonra keçmişlər peşəkar boksda və peşəkar boksda bütün 5 kəmərin absolut mütləq çempionlara layiq görülmüşlər və Tyson onlar kimi əfsanəli boksçulara uçmuşdu. Ona görə sözsüz onlar Tyson'dan daha üstündülər. Yəni siz o fikirlə razısınız ki, Tyson karyerasının ən vacib döyüşlərdə, əsas döyüşlərdə uduzub. Əlbəttə sözsüz güclü rəqiblərə uduzaraq məğlub olmuşdu, əfsuslar əlbəttə. Və o şərhlərdə bizə qarşı çıxanlara nə deyə bilərsiniz? Nə fikir söyləyə bilərsiniz? Canlı əfsanə sizə söz deyəcək. Heç də nə boksa baxsınlar, daha diqqətli baxsınlar və daha diqqətlə maraqlansınlar. Çox sağ olun Əli müəllim, təşəkkür edirik. Canlı əfsanəmizdir.